Paralelogramla düz bucaqlı. İkisinin də qarşı tərəfləri bir-birinə bərabərdir. Yaxşı, bəs fərqli cəhətləri nədir paralelogramla düz bucaqlının? Mən paralelogramın tərəfləri düz, iti bucaq və kör bucaqdır. Bəs düz bucaqlının? Düz bucaqlının isə düz bucaq neçə dərəcədir? 90. 90-ın kiçik bucaqları nə dedik biz? İt bucaq. Bəs 90-dan böyük bucaqlar nə deyirik? Kör bucaq. Kör bucaq, afərin sənə. Yaxşı, düz bucağı olan fiqur təkcə düz bucaqlıdır ki, başqa fiqurda yoxdur düz bucaq. Var, kvadrat. Kvadrat, afərin sənə. Yaxşı, bəs bu düz bucaqlı ilə kvadratın fərqi nədədir? Oxşarın dedik ki, bucaqlar düz bucaqdır, düzdür. Yaxşı, bəs fərqli cəhətləri hansıdır? Kvadratın bütün tərəfləri bir-birinə bərabərdir. Düz bucaqlının isə qarşı tərəfləri qarşı tərəfləri, afərin. Yaxşı, bəs sən mənə denən görün, bütün tərəfləri bərabər olan təkcə kvadratdır, yoxsa başqa fiqurumuz da var? Var. Hansıdır? Paralelogram. Yox. Paralelogramın qarşı tərəfləri bərabər deyildir. Paxlavaya oxşayan hansıdır? Romb, afərin. Yaxşı, sən mənə denən görüm, rombla kvadratın fərqli cəhəti nədir? Oxşar cəhətini dedik ki, bütün tərəfləri bir-birinə bərabərdir, düzdür? Yaxşı, bəs fərqli cəhəti nədir? Rombun bucaqları. Bucaqları. İt bucaq və kör bucaqdır. Kvadratın isə düz bucaqdır. Düz bucaqdır, afərin sənə.